Salam əziz izləyicilər. Demək, OTK-nın 10-cu siniflər üçün keçidi buraxılış sınaq imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Demək, baxıram 31-ci suala. Deyir, A nöqtəsi OY oxundan 3, OZ oxundan 4 vahid məsafədə yerləşir və koordinatlarının hasili mənfidir. A nöqtəsinin koordinatları aşağıdakilərdən hansı ola bilər? Bax, qulaq asın. Deyir, A nöqtəsi OY oxundan 3, OZ oxundan 4 vahid məsafədədir. Daha doğrusu Z deyirəm, OX oxun. Bunu deyirəm, bu niyə fəzada verilir? Baxın, bir dənə bu Y oxun. Bu da X oxun. Tabi bizə deyir ki, bir dənə A nöqtəsi var. OY oxundan 3 vahid məsafədə. Məsələn, A burada da ola bilər, burada da ola bilər, burada da, burada da. O, məsələn, buradan bura 4 vahid məsafə ola bilər. 4 vahid, 4 vahid, 4 vahid. Bu, belədir option. Yəni, bizə nə lazımdır? Bizə deyir ki, A nöqtəsinin koordinatları aşağıdakı hansı... Yox, bizə deyir ki, koordinatların hasili mənfidir. Uşaqlar, koordinatların hasili mənfidirsə, mütləq biri müsbət, biri mənfi olması lazım. Bu öz yerində. OY oxundan 3 vahid məsafədə. Məsələn, tutalım ki, buranı götürürəm. Buranı mən götürə bilmərəm. Niyə burada? Çünki birinci qrupda X də Y də müsbətdir. Hasil mənfi olmayacaq. Burada ola bilər. X mənfi Y müsbət ola bilər. Burada hasil müsbətdir. Niyə? Çünki üçüncü qrupda X də mənfidir. Burada hasil mənfidir. Niyə? Çünki Y mənfi X müsbətdir ola bilər. İndi gəl belə götürək. Baxın, Y oxundan 3 vahid məsafədə. Y oxundan 3 vahid məsafədə. OX oxundan 4 vahid məsafədə. Onda belə çıxır ki, A-nın koordinatları X elə bir ki 3 vahid sola gəlib, Y 4 vahid yuxarı qalxıb deməkdir. Ya belədir, mənfi 3-4. Ya da ki belə. Məsələn, buradan bura 3 vahid məsafə gəlib. Buradan bura 4 vahid məsafə gəlib. Y mənfi 4, X müsbət 3. Ya da ki belədir. Ya 3 mənfi 4 olmalıdır. Ya da ki mənfi 3 4 olmalıdır. Mənfi 3 4 var, B variantı. Cavab B variantı olur. Növbəti baxıram 32-yə. Demək 32-də sürət yəqin ki kök 3'dür. Baxın, kökdə 3 bölünsün kök 3 minus 1. Üstəgəl kökdə 3 bölünsün kök 3 plus 1. Burada orta mərcə gətirsəm buranın plusa vururam. Buranı elə minusa vuraq. Demək kök 3'ü vururam kök 3 plus 1'ə. 3 üstəgəl kökdə 3. Üstəgəl demək kök 3'ə vururam 3 minus kök 3. Bölünsün. Bunların hasili kvadratlar fərqi verirmi? Kök 3'ün kvadratı 3 minus 1. O belə. Sürətdə kök 3'lər gedər. 3'dən 3 6. 3'dən 1 çıx 2. 6'ın 2'yə böl 3. Cavab 3 A variantı. Baxıram 33'ə. 33 sual 9'da da düşmüşdü o tip. Baxın, buradan bizə verib ki A böl B 3 böl 2. B böl C nə verib? 3 böl 4. Baxıram ki B'yə burada 2 düşür. Burada 3 düşür. Bunlar bərabərləşməlidir. 2'dən 3'ə kök nədir? 6. Baxın, bura 6 olmaq üçün nəyə vururam? 3'ə. 3'ə vurdum 6, sürətdə 3'ə vururam 9. Bura 6 olmaq üçün 2'yə vururam sürət məxrəci 6, 8. Buradan deyirəm ki A 9K, B 6K. Burada da B 6K, C 8K. Səndən A üstəgəl, B üstəgəl, C'nin cəmin ən kiçiyini istəyir. A 9K, B 6K, C 8K. Bunları toplayanda demək 15, 23K eləyir. K təbii ki naturaldır. Ən kiçik dediyinə görə K'ya 1 verirəm. Cavab 23 olur, B variantı. Növbəti baxıram 34'ə. Demək bizə bir dənə düz bucaqlı 3 bucaq verib. Bura A'dır. Bura 10'dur. Demək buradan yəqin ki mediandır o. ABC, G nöqtəsi ABC düz bucaqlı 3 bucağın medianların kəşf nöqtəsidir. Aha. Bura 5'dir. 5'dir də hə. AB onda AC tərəfinin uzunluğunu istəyir. Demək biz bilirik ki düz bucaqlı 3 bucaqda ipetonda çəkilən median ipetonumuzun yarısıdır. Əgər bu G nöqtəsi medianların kəsişmə nöqtəsidirsə,
Onda 2 bölü 1 nisbətinə bölünürmü? Bura olur 2K təpədən başlayaraq. Buradan bura olur nə? K. İndi 2K 5'dirsə onda K 2,5'dir. Onda buradan bura nə qədər oldu? 7,5 oldu. Bəli. Demək median hipotenuzun yarısıdır. Onda median nə olacaq? 15 olacaq. Çünki median hipotenuzun yarısı olur. Pifagora görə AC'nin kvadratı bərabərdir 15'in kvadratı 225 çıx onun kvadratı nə olur? 100 mü olur? Bu da 125. Onda AC nəyə bərabərdir? 5 kökdə 5'ə. Yəni D variantı. Baxıram 35'ə. Demək Viyetə görə köklərinin cəmi olur -6. Köklərin hasili 3. Orta mərcə gətirsəm orada belə bir ifadə olur. X2'nin kvadratı X1'in kvadratı bölünsün X1 vur X2. Sürətin yenə köklərinin cəminə görə köməkçi tuturdan belə bir ifadə yaza bilərəm. Məxrəcdə X1 X2. Demək X1 ise X2 -6'dır. Kvadrat 36 çıxılsın 6 bölünsün 3. Bu da eləyir 10. Cavab 10 E variantı. Baxıram 36'ya. Deyir daxilə çəkilmiş çevrənin daxilə çevrə çəkilmiş trapesiyanın oturacaqları 8 ilə 16'dır. Deyir trapesiyanın perimetrini tapın. Biz bilirik ki 4 bucağın daxilinə çevrə çəkilirsə, bax gedi çəkmirəm. Trapesiyanın daxilinə çevrə çəkilirsə qarşı tərəflərin cəmi bərabərdir. Məsələn bura C'dir, bura D'dir. Baxın bununla bunun cəmi 24'dürsə, onda C ilə D'nin cəmi də 24 olmalıdır. Onda perimetr nə olacaq? 2 vur 24 48. Cavab 48 C variantı. Baxıram 37'yə. Demək sinüs 30 sayfa. Baxın 37 nəyin açışıdır? Sinuslarda toplamanın açışı deyil. Yəni sinus alfa plus beta'nın açışıdır. Yəni belə çıxır ki sinus 30 üstəgəl alfa vurulsun kosinus alfa çıxılsın sinus alfa kosinus 30 plus alfa. Bax bu bunun açısıdır. Bax sinus alfa plus beta. Elə ki bu alfadır. Yəni 30 üstəgəl alfa. Burada çıxmadısa bu çıxmanın açışıdır. Çıxılsın bu betadır elə ki. Bunlar gedəcək ayrıca sinus 30 bu da 2'də 1. 2'də 1 C variantı. Düz oldu mu? Bəli. Baxıram 38'ə. 38'ə deyir kök 5 və mənfi kök 5 ədədlərin kəsr hissələrin cəmi. Baxın kök 5'in kəsr hissəsini tapmaq üçün təqribi qiymət çıxır 2,2. Məsələ 2. Demək bunun kəsr hissəsi bu işarə kəsr hissəsini bildirir. Verilən ədəddən tamı çıxmaqdır. Sonra mənfi kök 5'in təqribi qiymət mənfi 2,2'dir. Bunun tam hissəsi mənfi 3 olur. Demək burada mənfi kökdə 5'in kəsr hissəsi mənfi kök 5 çıx mənfi 3 üstəgəl 3 olur. Bizə bunların cəmini istəyir. Demək bunları toplayanda kök 5 minus 2 üstəgəl yox. Çıx kök 5 plus 3 kök 5'lər gedir. Cavab 1'dir. 1 oldu E variantı. Sonra baxıram 39'a. Çoxların da birləşməsini tapın. Demək birləşdirməliyəm. Demək mənfi 2 daxildir. Mənfi sonsuzluq. Mənfi 3 daxil deyil. Müsbət sonsuzluq. Demək bunların birləşməsi nə olur? Mənfi sonsuz, müsbət sonsuzluq. Cavab D variantı. Kəsişmə desəydi mənfi 3, mənfi 2 aralığı olardı. Növbəti baxıram 40'a. İfadətin ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Demək 5 çıxılsın 2 kosinus x. Biz kosinus x'in qiymətlə çoxunu bilirik ki 1 mənfi 1 parçasıdır. Demək 5 çıxılsın 2 vur mənfi 1. Bu olur 5 üstəgəl 2 oldu 7. Demək ən böyük 7 olur. Bir də 5 çıxılsın 2 vurulsun 1. 5'dən 2 çıx 3 olur. Demək ən böyük 7'dir, ən kiçik 3'dür. Bunların da cəmi 10'dur. D variantı. Baxıram 41'ə. Demək 0,10 dediğini bölürəm 0,7'yə. Sürət məxrəci 100'ə vursam, sürət 70 olur, məxrəc 7 olur. Sürət məxrəci 100'ə vursam, sürət 8 olur, məxrəc 80 olur. Sürət məxrəci 10'a vursam 9 böl 90 olur. Demək bura 10. Demək bura 10'da 1. Digəri də 10'da 1. Bunlar gedir, cavab 10 olur.
Yəni B variantı. Baxıram 42-yə. D-çənin dolu hissəsinin həcmi boş hissəsinin həcmindən 4 dəfə çoxdur. Demə baxın. Bu dolu olsun, bu boş olsun. D-çənin dolu hissəsinin həcmi boş hissəsinin həcmindən 4 dəfə çoxdur. Boş hissə x-sa dolu 4x-dir. Onda bütöv çən nədir? 5x-dir. Ağızdan qədər də olsa 5x-dir. Çünki dolu nə boşun cəmidir. Çənin boş qalan hissəsinin onun ümumi həcmi 5x-ə nisbəti 0.2 olacaq. B variantı. Baxıram 43-ə. Demək bizə kvadrat verib bu şəkildə. Bura A-dır, bura B-dir, bura C, bura D. Demək buradan bu şəkildə çəkilib. Bu şəkildə. Demək bura alfa. Düzdür? Bura beta. Bura nədir? Burada E-dir. Şəkildə ABC kvadratında deyir kosinus alfa kök 3 bölü kök 10'dur. Uşaqlar, kosinusun tərifi nə idi? Kosinusun tərifi bitişik katetin hipotenuza nisbətidir. İndi bax alfa buradırsa, alfaya bitişik katet buradır. Hipotenuz buradır. İndi orada kosinus alfa 3 bölü kök 10'dursa bura 3'dür. Bura kök 10'dur. Mesela bölülərinə k da yazmalıyıq aslında. Sonra tangens beta'nı istəyir. İndi fikir ver. Mən burada nəyi gördüm? Kvadratın tərəfi 3k'dır. Onda baxın burada 3k'dır. Düzdürmü? Pifagor qurur bir dənə. Kök 10'un kvadratı 10 çıx 3'ün kvadratı 9. Demək ondan 9 çıx 1 kök al 1. Demək bura k'dır. Baxın bura bütöv 3k olmalı değil. Burada 2k'dır. Sən tangens beta'nı tapırsan. Tangens beta. Tangens nə idi? Qarşı katetin bitişik katetin nisbətidir. Ona görə 2k böl 3k olur. Cavab 3'də 2 olur. 3'də 2 C variantı yəqin ki. Düzdürmü? Bəli. Sonra baxıram 44'ə. İlk n-əddin cəmi Sn bərabər 2n kvadrat çıx n. Tüstü ilə hesaplanan ədədi sislərin fərqini tapın. Baxın biz nəyi tapmalıyıq? D-ni tapmalıyıq. Düzdür? Demək burada nə edirəm bilsənmə? Məsələn, n-ə 1 verirəm, A1'i tapıram. Həmişə S1 A1'dir. Yadında saxla. N-ə 1 verəndə 2 çıx 1 1. İndi tutalım ki A2'ni tapmalıyam. A2 nə deməkdir? Bax A2'ni mən necə tapa bilərəm? Daha doğrusu n-ə 2 ver bir dənə. N-ə 2 versəm S2'ni tapıram. S2 nə deməkdir? 2'nin kvadratı 4, 2'yə vur 8. Çıx 2 6. S2 bizə nəyi bildirir? A1 ilə A2'nin cəmi 6 imiş. A1 1'dir. A2 bərabər 6'ya. Buradan A2'ni tapıram 5. Onda D'ni mən A2 çıx A1 ilə tapmaq istəsəm 5'dən çıxıram 1'i. Cavab 4 olur. Sislə vuruğu 4 olmuş oldu. Daha doğrusu vuruq yox. Üzrsən fərqi. Cavab 4 olur 44'də. Baxıram 45'ə. M-in çox ədilən dərəcələrə uyğun olaraq 2A plus 3'ə və 3A plus 1'ə bərabərdir. Bax dərəcələri. Elə bir ki M1 x-in qüvvətində 2A plus 3'dür. N-in də elə bir x-in qüvvətində 3A plus 1'dir. Məndən nə istəyir? M vurulsun. Bax M nədir? 2A plus 3. Vurulsun N'in kubudur yəqin ki orada. Hə, kubudur. Elə bir x-in üstündə 3A plus 1'in kubu. Bax bu olacaq x-in qüvvətinə 2A plus 3. Vurulsun x-in qüvvətinə 9A plus 3. Kubdur da yəqin ki o. Yox, kvadratmış uşaqlar. Kvadratdır. Onda bu olacaq 6. Üstə gəl 2. İndi bax hal-hazırda dərəcə bu qüvvətlərin cəmi vermir. Bəli. Olacaq 8A üstə gəl 5 bərabər nəyə? 37'yə. Dərəcə 5 37 imiş deyir. 8A 32'dir. A 4'dür. Sün. Mənə A-nı tap deyir. 4 olur. Baxıram 46'ya. 46'da x plus 3 bölü x minus 7. Demək sürətin kökü mənfi 3'dür. Məxrəcin kökü 7'dir. Mənfi 4 versəm sürətdə mənfi, məxrəcdə mənfi, böləndə müsbət. 6 versəm müsbət, mənfi, mənfi 8 versəm müsbət. Bizə 0'dan kiçik lazım. Mənfi 3'dən 7'yə. Daxil olduğuna görə sürətin kökünü daxil götürürəm. Məxrəcin kökünü daxil götürmürəm. Məxrəc 0 olmaz. Tam əllərin cəmi mənfi 3, mənfi 2, mənfi 1, 0. 1, 2, 3, 4, 5, 6. Bax buradan buraya qədər hamısı getdi. Bunların cəmi olacaq 15. Cavab 15'dir.
Növbəti baxıram 47-yə. Demək 47-də nə istəyir bizdən? ABC üçbucağında MN orta xəttdir. Demək MN orta xətt. Bura A, B, C. Deyir SMBN 8'dir. Buranın sahəsi 8'dir. Biz bilirik ki orta xətt olanda bütöv sahənin 4'də 1'i buradır. Bütöv sahənin 4'də 3'ü buradır. Onda belə çıxır 4'də 1 S 8 imiş. Onda S 32 imiş. Onda ABC'nin sahəsi 32'dir. Burada gətirib S'in yerinə 32 yazsam. Bu oluna 24. 47'də cavab 24 olur. Baxıram 48'ə. Şəkildə verilmiş. Demək çevrələr bu şəkildədir. Bura demək A'dır. Bura B'dir. Deyir şəkildə verilmiş A və B mərkəzli çevrələr D nöqtəsindən bir-birinə xaricdən toxunur. Görürəm. AB 7'dir. Bütöv 7 imiş. Yadında saxla. Alınan figurun perimetri neçə santimetrdir? Hansı figurun? Deyir şəkildə verilmiş A və B mərkəzli çevrələr D nöqtəsində birbirine xaricdən toxunur. AB 7 santimetr olarsa alınan figurun perimetri neçə santimetrdir? Bizə onda alınan figur deyəndə bunu nəzərdə tutulur. Deyir bir çevrənin perimetr nə deməkdir? Bir tərəfindən uzunluğunda çevrənin uzunluğu demək istəyir. Deyir ki birinci çevrənin uzunluğunun üzərinə ikinci çevrənin uzunluğunu gəl. Birinci çevrə 2 pi elə bir ki məsələ R1 olsun. İkinci çevrənin uzunluğu 2 pi R2 olsun. İndi qulaq as. Buradan mən 2 pi'ni çıxartsam R1 üstəgəl R2 olur mu? Bu elə bir ki R1'dir. Bu da R2'dir. Sənə də AB'ni bütöv 7 verib də. R1 üstəgəl R2 7'dir. Pi'də nədir deyir? 3. 3'ü vururam 2'yə. 6 vur 7 olacaq 42. Cavab 42 olur. Baxıram 49'a. Daxili bucaqların cəmi. Daxili bucaqların cəmi 180 vur n-2 bərabər 1620'dir. Bundan bu geçsə n-2 olur 9, n11. Diagonalların sayı n vur n-3 bölü 2'dir. N'ə 11 yazsam 11 vur 8 bölü 2. Demək 4, 44. 44 dənə bunun nəyi var? Diagonalların sayı var. Baxıram 50'yə. 50'də nə deyir? Demək bir dənə düz bucaqlı üç bucağımız var. Burada düz bucaqlı üç bucaq. Bura B, bura A, bura C. Demək buradan tənbölən gəlir. Burada E'dir. Deyir ABC düz bucaqlı üç bucağında B tənbölən. Demək bu alfa alfa. AC tərəfi AE 3, YC 5 uzunluğunda parçalara ayrılır. B tənbölən uzunluğunu tapın. Demək yadda saxlayaq ki tənbölən çəkiləndə bu hissəyə nisbəti, bunun da buna nisbəti bərabər olmalıdır. Və yaxud da bunun buna nisbəti, bunun buna nisbəti bərabər olmalıdır. Demək bu 5'in 3'ə nisbətindədirsə, bura 5K'dır, bura 3K'dır. Düzdürmü? Pifagor get bir dənə. Demək 3K'nın kvadratı 9K kvadrat üstə bura nədir? 8 kvadrat 64 bərabər 5'in kvadratı 25K kvadrat. Buradan da olur 16K kvadrat bərabər 64'ə, K kvadrat bərabər 4'ə, K da oldu 2. Demək K da oldu 2. K 2'dirsə, demək bura 6'dır. Bizə bu tənbölən uzunluğu istəyir. Düsturla da gedə bilərsən, ya da Pifagorda qrup gedə bilərsən. L kvadrat bərabərdir. 6'nın kvadratı 36, 3'ün kvadratı 9. Bu oldu 45. Demək L kvadrat 45 ise onda L kökdə 45, 3 kökdə 5 olur. Cavab 3 kök 5. Növbəti baxıram 51'ə. Satıcı da 25% gəlirlə satdığı soyuducuya 210 manat endirim etdikdə alış qiymətinə görə 10% ziyan edir. Satıcı soyuducunun neçə manata almışdır? Badəyə satıcı 25% gəlirlə satdığı soyuducuya 210 manat endirim etdikdə alış qiymətinə görə 10% ziyan edir. Gəl belə götürək də. Bax getmisən, almısan bunu x manata. Düzdürmü? X manata almısan.
25% gəlirlə. Bax sən bunu 25% gəlirlə satmaq istəyirsən. Demək 25% gəlir nə deməkdir? Bunun üzərinə 25%-in gəlirəm. 1,25 x-a satmalsan bu 100%-dir. Getdin bunu 1,25-ə satmaq istəyirsən. 1,25 x-a satmaq istəyirsən. Və getdin nə etdin? 210 manat endirim elədin. Yəni sən 1,25 x-dən 210 manatı çıxdın. Bax bu qiymətə satmaq istəyirsən bu 100%-dir. Düzdürmü? Satmaq istəyirsən, alış qiymətinə görə 10% ziyan edirsən. Və sən x-a almışdın. İndi demək 10% ziyan edirsən. Elə ki, belə düşün də, alış qiyməti x-dırsa 10% ziyanı nə deməkdir? 0,9x demək deyil. Demək onda belə çıxır ki, sən satış 25% gəlirlə satmaq istədiyindən 210 manat çıxdın, bu qiymətə satırsan. Bu qiymətə satanda alışın 10% ziyan edirsənsə, demək alış 10% ziyan edir 0,9 x-a satırsan. Onda bunu bərabər olmalıdır. Buradan 1,25-dən 0,9-u çıxaq. Neçə qalır? Demək 5 0,35 mi olur? Bəli. X bərabər nə? 210-a. Hətta 100-a vur 35x bərabər 210 vur 100. Buna bu geçsin. Buradan nə qalsın? 6. X bərabər 600. Sən neçə satırsan? Satıcı soyunu neçə manata almışdır? Alış x idi 600 manata. Aydındır. Demək növbəti baxıram 52-yə. 52-də bizdə nə istəyir? Deyir, iki oxşar figurlardan birinin sahəsi digərinin sahəsindən 9 dəfə çoxdur. Demək 52-də bu. Elə bir ki, S1-i mən S2-yə böləndə 9-a bərabərdir. Deyir, bu figurların perimetrləri cəmi 360-dır. Baxın, perimetrlərin, oxşarlıqda perimetrlər nisbəti, kvadratı sahələr nisbətinə bərabər olmalı deyil. Onda buradan görürəm ki, P1 bölü P2 nə alıram? 3. Onda P1 bərabərdir 3 P2-yə. Buradan perimetrlər cəmi P1 üstəgəl P2 nədir? Bizə 360. Demək, P1-in yenə 3 P2 yazsam 4 P2 bərabər 360. P2 bərabər nə? 90. Onda P1 nə olacaq? 270. Mənə deyil, sahəsi az olan figurun perimetri. Təbii ki, sahəsi az olan perimetri az olar. Cavab olur 90. Bu belə. Baxıram 53-ə. 53-də nə istəyir bizdən? Deyək, qutuda 25 ədəd ağ. Ağdan 25 dənə. Və qırmızı şar var. Qırmızı nə qədər bilmirəm x. Təsəvvür çıxarmış bir şarın qırmızı olma ehtimalı ağ olma ehtimalından 5'te 1 qədər çoxdur. İndi qulaq as. Cəmi sənin bu qədər şarın var. Demək, bir şarın qırmızı olma ehtimalı budur. Bu qırmızı olma ehtimalıdır. 25 üstəgəl x-da 25, bu da ağ olma ehtimalıdır. Sənə deyir ki, qırmızı olma ehtimalı ağ olma ehtimalından 5'te 1 qədər çoxdur. Yəni, bunların fərqi 5'te 1 olmalıdır. Demək, bu nə olur? X minus 25 bölünsün 25 plus x bərabər 5'te 1'ə. Çarpaz eləsəm 5x çıxılsın 125 bərabər 25 üstəgəl x-a. 4x bərabər 150 mi olur orada? Necə dəqiqə nəyisə səhv eləmədim. Demək 5'ə vuranda 5x minus 125 bərabərdə 25 plus x-a. Bu da 4x. 125'dən 25 150 edir də. Düzdür mü? Niyə kəsir verir? Kəsir olmamalı daxı bu. Üzülürsən, mən şərti yanlış anlamışam. Şərtdə ümumilikdə 25 uşaqlar. Tələsiz deyirəm. İşim vardı ya. Sürətli deyirəm, bitirim. Baxın, qutuda 25 ədəd ağ və qırmızı var. Elə bir ki, ağdan x olsa, qırmızıdan 25 minus x olur. Cəmi 25 olmalıdır da. İndi burada cəmi nə qədər şar var? 25 dənə. Ağın olma ehtimalı, qırmızı, bir şarın qırmızı olma ehtimalı ağdan. Qırmızı olma ehtimalı, baxın, budur. Ağ olma ehtimalı, baxın, budur. Bunların fərqi 5'te 1 olmalıdır. Buradan da elə bir ki, sürətləri çıxsam 25 minus x 2x olur. Böyle 25 bərabər 5'le 1'ə. Bundan xısar geçsə 5 qalır.
25 çıx 2x bərabərdir 5'ə. Buradan 2x bərabərdir 10'a. X bərabərdir 10 yox 20'yə. 25'dən 5 çıxda 20, x da 10. İndi mənə qutda neçə ağ var deyir. Ağa da x demişəm 10 dənə. Cavab 10 olur. Baxıram 54'ə. Deyir fx verilib, jx verilib. Funksiyalar mənfi 2, 3 nöqtəsində kəsişirlər. Şöyle kəsişirsə, bunlar kəsişmə nöqtəsində nə olur? X, y bir-birinə bərabərdir. Jx funksiyasının ox oxu ilə kəsişmə nöqtəsinin apsisi. Demək qulaq as. Hər ikisində x-a mənfi 2 versəm cavab 3 olmalıdır. 2 minus a vurulsun x nədir? Mənfi 2. Üstə gəl b bərabər olmalıdır. Digərində x-a mənfi 2 versəm mənfi 2a üstə gəl b üstə gəl 2. Demək ki, x-a mənfi 2 versəm, ikisi də 3 olur da, belə deyək. Məsələn, bunlar bərabərdir. Buradan b'lər gedər. Demək, nə olur? Mənfi 4 üstə gəl 2a bərabərdir. Mənfi 2a plus 2. Buradan da 4a bərabərdir 6'ya. A oldu 1/5. Bu belə. İndi bax, bizdən məsələ jx funksiyasında x-a mənfi 2 verəndə cavab 3 olmalı deyil. Ona görə bax, jx funksiyasına məsələ baxıram. A-ya verirəm 1/5. Vurulsun x-a verirəm mənfi 2. Üstə gəl b, üstə gəl 2. Bərabər olmadı nəyə? 3'ə. Hər ikisini eyni şeydir, onsuz da ödəyir. İkisinə də qoya bilərsən. Buradan b bərabər. Bu eləyir mənfi 3. Mənfi 3. Üzərinə 2 gəl mənfi 1. Keçdi sağa müsbət 1. 3 ilə 4. Bax, b oldu 4. Demək, bizə jx lazımdır onsuz da. Jx funksiyasında normal funksiyanı yazaq. A 1/5'dir. Üstə gəl. B nədir? 4 üzərinə 2 gəl 6. Bax, bizim jx funksiyamız bu şəkildəymiş. Mənə jx funksiyasının ox oxu ilə kəsişmə nöqtəsi. Ox oxunun kəsirsə, bu nəyi sıfırdır? Y. Demək, 1/5x üstə gəl 6 bərabərdir 0'a. 1/5x bərabər mənfi 6'ya. X bərabər mənfi 4'ə. Ox oxunu mənfi 4 nöqtəsində kəsir. Bu belə. Baxıram 55'ə. Qayıq A və B körpüləri arasında məsafəni çayın axını ilə 2 saata. Bu olsun bizdə A və B arasında körpü. Axına qarşı 3 saata qət edir. Çayın axma sürəti olarsa, körpü arasında məsafə və qayığın durğunsudakı sürəti. Bunlar arasında məsafə bilmirəm bir S olsun. Düzdür? Məsafənin çayın axını ilə 2 saata. Plus axını ilə 2 saata. Axına qarşı minus 3 saata. Çayın axma sürəti də 4'dür. İndi qulaq as. Bunların nəyə bərabərdir? Getdiyi yollar bərabərdir. Düzdürmü? Bax, getdiyi yollar bərabərdir. Yəni mən, bax, qayığın sürətinin üzərinə çayın sürətini gəlsəm, çayın sürəti nədir? 4'dür. Bax, bu axın ilə getdiyi sürəti. Axın ilə getdiyi zamana vursam, S-i verəcəyimi? Bu S-i verir. Sonra, axına qarşı gedilən sürəti. Bu axına qarşı gedilən sürəti. Axına qarşı sərf elədiyi zamana vursam, bu da gedilən yolu verəcəyimi? Və bunlar vurub açsam, 2V qayıq, üstə gəl 8 bərabər. 3V qayıq, çıx 12. Buradan alıram ki, V qayıq bərabər nəyə? 20'yə. Demək, qayığın sürəti 20'dir. Qayığın sürətini tapdıq. Elə bir ki, durğun sudakı sürət qayığın öz sürətidir. İndi gedilən yolu tapmalıyam. Qayığın sürəti 20'dirsə, burada 20 yazsam, 24 vur 2 olacaq 48. Bu da gedilən yoldur. S 48'dir. Qayığın sürəti də 20'dir. Düz oldu mu? Bəli. Bu da sonuncu sual. Sağ olun. Hər birinizə uğurlar.